Nəsə gəldi, imtahan veririk. İmtahan indiki kimi imtahan dedi. Əslən, həqiqətən deyirəm, onda dövlət imtahanı idi. Bir müəllim otururdu. 2 nəfər də deməli, o müəllimin nə idi, köməkçisi deyildi, komissiyanın üzvü. Bir də direktor istəsə gəlib oturur. İmtahan verəndə bu direktor girdi içəri. Gəldi, 3 sual düşüb, 3 sualımı danışdım. Heç kəsin sualı yoxdur. Həsən Cəfər dedi, mənim sualım var. Dedi, nədir? Dedi ki, Vladimir İliç 1918-ci ildə Kaplan onu güllü ilə vuranda, zəhərli güllü ilə, onu sağaldan həkimin adı, familiyası nədir? Dedim, Həsən müəllim, vallahi o kitabların heç birində yoxdur, and olsun Allah bilir, mən oxumamışam belə şeylər. Dedi, Əhməd müəllim, özü də gör nədir ki, Əhməd müəllim bizim kənddəndir. And olsun Allah, biz utancımızdan ona yaxın gedə bilməzdik Əhməd müəllimə, Vəliyev Əhmədə. Bunlar da Əhməd müəllimlə Həsən müəllim siğə qardaşdan artıqdır.